Hörmətli bəylər, atalıq məzuniyyəti deyə bir məfhuma hazırsınızmı? Övladınızı həyat yoldaşınızla birlikdə böyütmək istəyirsinizsə, diqqətiniz hər zaman bizdə olsun. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Dünyaya övlad gəlirsə, həm qadın, həm kişi bunun üzərində dünyaya övlad gələndən sonra da eyni məsuliyyəti və öhdəliyi daşımalıdırlar. Elə deyilmi? Bu barədə artıq dövlətimiz də düşünür. Kişilər üçün atalıq məzuniyyəti veriləcək. Hazırda müzakirələr gedir. Ödənişli atalıq məzuniyyəti üçün son addımlar. Milli Məclisin Regional Məsələlər Komitəsində atalıq məzuniyyəti ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihə atalara uşağın doğulması ilə əlaqədar verilən 14 günlük məzuniyyətin ödənişsiz statusdan ödənişli statusa keçirilməsinə nəzərdə tutur. Bu dəyişiklik təsdiqlənərsə, doğumla bağlı arayış təqdim edən atalar 14 təqvim günü ərzində əmək haqqı ilə təmin olunacaqlar. Hazırda qüvvədə olan qanunvericilik atalara yalnız ödənişsiz məzuniyyətin verilməsini təsbit edir. Yeni layihə isə ailənin gücləndirilməsi və uşağın qayğısında atasının rolunun artırılmasını məqsədi daşıyır. Müzakirələrdə bildirilib ki, məzuniyyətin müddəti dəyişmir, yalnız ödəniş mexanizmi əlavə olunur. Sənəd komitə səviyyəsində razılaşdıqdan sonra plenar iclasa çıxarılacaq və qəbul ediləcəyi halda 14 günlük ödənişli atalıq məzuniyyəti rəsmən qüvvəyə minəcək. Dünya hepatit B əleyhinə olan peyvəndi müzakirə edir. Yeni doğulan körpələrə bu peyvənd vurulmalıdır, yoxsa yox? Bir sıra alimlər mütləq deyir, digərləri isə qətiyyən razı deyil. Baxaq. Yenidən təxirə salındı. Amerika Birləşmiş Ştatları Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin müstəqil peyvənd məsləhətçiləri hepatit B peyvəndinin yeni doğulmuşlar üçün tətbiqi ilə bağlı mühüm səsverməni yenidən təxirə salıb. İmmunlaşdırma təcrübələri üzrə Məsləhət Komitəsinin üzvləri iclasda dəfələrlə dəyişdirilən səsvermə mətninin qeyri-müəyyənliyini əsas göstərərək qərarın cümə gününə keçirilməsinə səs veriblər. Mütəxəssislərin sözlərinə görə doğuşdan dərhal sonra vurulan hepatit B peyvəndi Amerika Birləşmiş Ştatında körpələr arasında yoluxma hallarını demək olar ki, tam aradan qaldırıb. Ona görə də bu siyasəti dəyişmək üçün çox güclü və etibarlı elmi sübutlar tələb olunur. Ekstremist materialları və LGBT təbliği ilə məşğul olduğu üçün ekranda gördüyünüz bu oyun Rusiyada qadağan olunub. Ümumiyyətlə, övladlarımız uşaqlıqda izlədikləri cizgi filmləri, oynadıkları oyunda özlərinə qəhrəman seçir və böyüyəndə məhz elə olmaq istəyir. Beyin isə görür, qəbul edir, yadda saxlayır. Sonradan xatırlamasaq da, uşaqlıqda qəhrəman hesab elədiklərimizə çevrilirik böyüyəndə. Ona görə övladlarınızın seçimlərinə çox nəzarət və diqqət edin. Məşhur oyun servisinə giriş məhdudlaşdırılıb. Rusiya Roblox oyununun platformasına girişə məhdudiyyət tətbiq edib. 3 dekabrda yayılan məlumata görə platformanı ekstremist materialların yayılması və LGBT təbliğatı ilə bağlı ittiham edərək bloklayıb. Qurum bildirib ki, Roblox uşaqların mənəvi və ruhani inkişafına mənfi təsir göstərə biləcək uyğun olmayan kontentlə zəngindir. Roblox nümayəndəsi Reuters açıqlamasında şirkətin fəaliyyət göstərdiyi ölkələrin qanunlarına hörmətlə yanaşdığını vurğulayaraq platformanın öyrənmə, yaradıcılıq və təhlükəsiz ünsiyyət üçün imkan yaratdığını qeyd edib. Şirkət təhlükəsizliklə bağlı qabaqlayıcı sistemlərə malik olduqlarını da açıqlayıb. Bu il üçün gündəlik aktiv istifadəçi sayı 151,5 milyon olan Roblox daha əvvəldə İraq və Türkiyədə oxşar səbəblərlə qadağan edilmişdir. Panik atakdan artıq bir çoxları əziyyət çəkir. Dünyada bu cür xəstələrin sayı getdikcə artmaqdadır. Səbəbi təbii ki, durmadan beynimizə axan informasiya və onun yaratdığı stressdir. Bəs panik atakdan ən asan yolla necə qurtulmaq olar? Xatirinizdədirsə, bir üsulu demişdim. Random rəqəmlər, yəni 35, 12, 5, 3, bir-birinə dəxmi olmayan rəqəmləri təkrarlamaq və bundan əlavə də alimlər yeni bir maraqlı fərziyyə ortaya irəli sürüblər. Onlar deyirlər ki, panik atak zamanı çox turş konfeti udanda beyin turşa köklənir deyə panik atak azalır. Çox maraqlı xəbərdir. İzləyin və panik atakı olan dostlarınıza göndərin, bilsinlər.
Turş konfet panika üçün sadə həll yoludur. Mütəxəssislər bildirirlər ki, narahatlıq və panika zamanı düşüncələr sürətlənir, bədən isə donur. Bu zaman diqqəti indiki an üzərinə cəmləmək üçün sadə üsullardan biri çox turş dadlı konfet yeməkdir. Kliniki psixoloqlar izah edirlər ki, turş dad beynin sensor sistemi vasitəsilə ani reaksiya yaradır. Bu diqqəti qarışıq düşüncələrdən ayrılaraq bədəni və zehni indiki anla əlaqələndirilir. Nəticədə ürək döyüntüsü normallaşır, nəfəs tənzimlənir və insan özünü daha stabil hiss eləyir. Psixoloqlar vurğulayır ki, bu üsul müalicə əvəzi deyil, lakin panika zamanı qısa müddətdə özünü toparlamaq üçün faydalıdır. Onlar bunu diqqət cəmləmə texnikası adlandırır və gündəlik stressin idarə edilməsində sadə və əlçatan üsul kimi tövsiyə edirlər. Bu metod ilə bağlı araşdırmalar Science, Nature Page və kliniki psixoloqların elmi nəşrlərində yer alıb. Əvvəllər tatuların rəngi bir idi, indi isə rəngbərəngləri var. Alimlər araşdırma aparıb və məlum olub ki, qara, qırmızı və yaxud da yaşıl rənglərin hansı insan bədəninə daha ziyanlıdır? Cavabı sizə Kəmal Osmanova verəcək. İtaliya İsveçrə Universitetinin Biotibbi Tədqiqatlar İnstitutu tatuların immun sisteminə təsirini araşdıran geniş miqyaslı tədqiqat aparıb. Alimlər ən çox istifadə olunan 3 mürəkkəb rəngini, qara, qırmızı və yaşılı analiz edərək onların orqanizmdə necə davrandığını izləyib. Tədqiqat göstərib ki, tatu zamanı dəriyə yeridilən mürəkkəb yalnız yerli nahiyədə qalmır, həm də bədən boyunca yayılaraq immun sisteminin hüceyrələrində illərlə qala bilir. Makrofaqlar adlanan əsas immun hüceyrələri bu pigmentləri parçalaya bilmədiyi üçün hüceyrə ölümü və uzun müddətli iltihab yaranır. Qırmızı və qara mürəkkəbin təsiri daha çox müşahidə olunub. Siçanlar üzərində aparılan sınaqlarda mürəkkəb hissəcikləri sürətlə limfa düyünlərinə toplanıb və 2 ay ərzində orada qalıb. Alimlər bu nəticələrin insanlar üzərində əlavə araşdırmalarla təsdiq edilməli olduğunu bildirir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.